Bugün sizə çox məşhur bir kitab haqqında danışmaq istəyirəm. Bu kitabın adı Atomik Vərdişlərdir. Müəllifi isə James Cleardir. Dünyada milyonlarla insan bu kitabı oxuyub və bir çoxları deyir ki, bu kitab onların düşüncə tərzini dəyişib. Bəs bu kitab nə haqqındadır? Əslində ideya çox sadədir. James Clear deyir ki, həyatımızı böyük qərarlar yox, kiçik gündəlik vərdişlər formalaşdırır. Bir çox insanlar düşünür ki, həyatını dəyişmək üçün böyük motivasiya lazımdır. Onlar gözləyirlər ki, bir gün oyanacaqlar və birdən hər şey dəyişəcək. Daha çox işləyəcəklər, idman edəcəklər, yeni həyat başlayacaq. Amma müəllif deyir ki, real həyatda dəyişiklik belə baş vermir. Əsl dəyişiklik çox kiçik addımlarla başlayır. Təsəvvür edin ki, siz hər gün cəmi 1% yaxşılaşırsınız. Bu dəyişiklik əvvəlcə demək olar ki, hiss olunmur. Amma aylar və illər keçdikcə bu kiçik inkişaf böyük nəticələr yaradır. Eyni şey pis vərdişlərə də aiddir. Kiçik pis qərarlar əvvəlcə əhəmiyyətsiz görünür. Məsələn, bir gün idmanı buraxmaq, biraz çox vaxt telefonda keçirmək və ya bir işi sabaha saxlamaq. Amma bu kiçik qərarlar zamanla toplanır və həyatımıza təsir edir. Bu kitabın əsas fikri belədir. Uğur birdən baş verən hadisə deyil. Uğur düzgün vərdişlərin uzun müddət ərzində yığılmış nəticəsidir. James Clear maraqlı bir şeyi də izah edir. O deyir ki, insanların çoxu həyatlarında məqsədlərinə fokuslanır. Məsələn, insanlar deyir, arıqlamaq istəyirəm, daha çox pul qazanmaq istəyirəm, uğurlu olmaq istəyirəm. Amma müəllif deyir ki, məqsədlər tək başına heç nəyi dəyişmir. Çünki məqsəd sadəcə nəticəni göstərir. Amma nəticəni yaradan şey gündəlik vərdişlər və sistemlərdir. Məsələn, iki insan marafonda qaçır. Onlardan biri qalib gəlir, digəri isə sonuncu olur. Amma hər ikisinin məqsədi eyni idi, yarışı qazanmaq. Fərq məqsəddə deyil, fərq onların gündəlik həyatında etdikləri kiçik şeylərdədir. Bu kitab bizə göstərir ki, həyatımızın keyfiyyəti birbaşa bizim vərdişlərimizin keyfiyyətindən asılıdır. Əgər yaxşı vərdişlər qururuqsa, həyatımız tədricən yaxşılaşır. Əgər pis vərdişlərimiz varsa, problemlər də zamanla artır. Müəllif daha bir maraqlı fikir deyir. O deyir ki, insan davranışını dəyişməyin ən güclü yolu məqsədləri dəyişmək deyil, ən güclü yol özümüz haqqında düşüncəni dəyişməkdir. Məsələn, biri deyə bilər, mən kitab oxumağa çalışıram. Amma başqa biri deyir, mən kitab oxuyan insanam. Bu iki fikir arasında böyük fərq var. Birinci insan sadəcə bir məqsədə çalışır. İkinci insan isə artıq özünü başqa cür görür və buna görə də onun davranışı da dəyişir. Bu kitab sizə sadəcə motivasiya vermir. Bu kitab sizə göstərir. Yaxşı vərdişləri necə qurmaq olar, pis vərdişləri necə dəyişmək olar və həyatınızı kiçik addımlarla necə yaxşılaşdırmaq olar. Əgər siz də həyatınızı yaxşılaşdırmaq, daha məhsuldar olmaq və yeni faydalı vərdişlər qurmaq istəyirsinizsə, bu seriya sizin üçün çox faydalı olacaq. Ona görə də kanala abunə olun ki, növbəti videoları qaçırmayasınız. Növbəti videoda isə müəllifin öz hekayəsinə baxacağıq. James Clear'in həyatında baş verən bir hadisə onun həyatını tam dəyişdi və onu vərdişlərin gücünü araşdırmağa gətirdi.